Salam olsun hər kəsə, salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə to-do'nun UI-da update edilməsi ilə bağlı danışacağıq. Yəni UI-da olan hər hansı bir to-do'nu necə update edə bilərik, bunu sizə göstərmiş olacağam. Sol tərəfi bağlayıram və biz öncəki dərsimizdə gəldik bura qədər yazdıq. Baxın bu else yazdıq burada və dayandıq. Qısa olaraq üzərindən geçsək əgər, yuxarıda status to-do təyin etmişdik. Bu to-do nə üzərində klik olunubsa, onu bizə qaytardı. Məsələn, buna klik olunubsa əgər, bu linin data ID-sini verirdik status to-do-ya və status to-do da həmən ID dəyərinə sahib olduğu üçün null olmurdu. Və burada da biz şərt olaraq deyirik ki, to-do-nu yaratmaq üçün, yəni add to-do UI-ya və to-do storage-ə getmək üçün və bu to-do-nu burada yaratmaq üçün biz deyirik ki, status to-do null-dırsa bunu et. Null deyilsə edə bilmir bunu, aydındır? Və burada da input value-nun içərisində yazmışıq. Yəni ilk olaraq birinci bu yoxlanacaq. Biz buradan da gəlsək hətta bura, bunu vurduq, bura gəlsək, sonra bunu buradan silib əlavə et vursaq, gəlir deyir ki, boş dəyər daxil edilə bilməz. Niyə görə? Çünki bu if-də ilişir və gəlir bunun else-nə. Baxın, bu if-in else gəlir budur. Alert göstərir bizə, mesaj göstərir. Aydındır? Yəni bu update-dən gəlib və yaxud da ki, birbaşa gəlib ona aidiyyəti yoxdur. Yəni input value boşdursa bunu göstərəcək. Yox, əgər boş deyilsə gəlir bura. Əgər status to-do null-dırsa, hə, deməli yeni to-do əlavə edirik. Bu işləyəcək. Yox, əgər status to-do null deyilsə, onda biz aşağıda update to-do yazmışıq. Baxın bura. Onda bu funksiya işə düşüb. Bu funksiyada işə düşüb o nə deməkdir? Yəni task list üzərində click eventi olubdu və həmən click eventi də bu update-ə olubdu. Buna klik etdiyimiz zaman artıq status to-do bu elementin data ID-sini alır. ID-sini alır yəni. Aydındır? Belə. İndi gəlin bunu bağlayaq buradan. Update to-do-nu bağlayaq buradan. Gələk yuxarı. Biz bu else-in içərisini yazmalıyıq da. Yəni status to-do null deyilsə, deməli status to-do müəyyən bir dəyərdir. Elə deyil. Onda biz UI-ya elementi əlavə edə bilərik. Onun da funksiyasını buradan yazıram. To-do update edilməsinin altından yazıram. Baxın, buraya yazıram. To-do'nun UI-dan update edilməsi. Bunu yazıram. Funksiya yazacağım bunun üçün də. Bunu da funksiyada yazırıq. Update to-do UI yazıram buna da. Parametr ehtiyac olacaq bizə. İndi hələ ki gəlin belə yazaq. Baxın. Gəlin bura baxaq. Bizdə burada nə lazım olacaq bizə? Baxın. Hə, parametr lazım olacaq. Niyə görə? Çünki biz burada input value almışıq, fikir verin. Input value-nu verməliyik də bura parametr olaraq. Onda bunu elə input value kimi tutaq burada. Input value kimi tutaq. Fərqli adla da tutmaq olar. Burada tutduq. Gəlirik bura. Input value-nu burada çağırırım. Daha doğrusu input value yox. Update to do UI çağırdıq burada. Buna da baxın bu input value-nu verirəm. Ctrl-C edirəm. Yəni bu klik olunma zamanı, submit olunma zamanı əgər buna klik olunubsa gəldi bura. Sonra to-do bir test oldu, elə deyil. Artıq əlavə etdiyimiz zaman input value-miz nə olacaq? To-do bir test olacaq. Boşluq da varsa trim onları atacaq da, elə deyil. Bu formada təmiz halını saxlayacaq. Bunu saxlayacaq. Bunu artıq təzədən mən göndərməliyəm ki, bu update to-do UI-ya ki, buradakı hansı elementinsə, bunundur məsələn to-do birindir. Bunu update eləyə bilək bu teksti. Aydındır? Bunun üçün. Gəlirik, burada çağırdıq. Deməli, update to do UI-ya keçirik. Artıq bu funksiyanın içini yazmalıyıq. İndi biz burada nə etməliyik? Baxın, biz ilk öncə bilməliyik ki, hansı element update olunur UI-da. Mən bura klik eləyirəm, bunun text kontenti gedir bura. Bunu kod üzərindən necə bilərik? Baxın, data ID ki var, status to-do-ya veririk biz. Həmən data ID ilə tapa bilərik də o elementi. Buna klik eləyiriksə, status to-do-muz nə olur? Bu linin data ID-si olur, elə deyil. Onda gəlib mən burada belə bir şey yaza bilərəm. Query selektorlarda belə bir şey var. Baxın, let yazıram. Məsələn, nə yaza bilərik? To-do element yazaqdı gəlin buna. To-do element yazıram bura, bu formada. Və dokument üzərindən nöqtə query selektor yazıram. Query selektor yazdım, fikir verin. Və burada belə bir şey yaza bilərik biz. Əgər bunun mötərizənin içərisində yazsam data ID bərabərdir. Mötərizənin içində yazmayaq. Niyə görə? Çünki burada mötərizənin içində yox, daha doğrusu dırnaq içərisində yazmayaq. Backtiklə yazaq. Niyə görə? Çünki mən burada dinamik dəyər verəcəm buna. Ctrl-X edirəm bunu. Bura bunu yazdım. Data ID-miz dollar işarəsi yazıram. Baxın. Status to-do'muz var ya bizim. O nə idi? Linin data ID-si deyildi. Mən bura bunu verirəm. Status to-do'nu verdim bura. Yəni hal-hazırki status to-do nədirsə, mən burada to-do elementi olacaq ki,
hansı elementin status deməli data ID-si verilmişdirsə status to-ya, artıq mən burada məsələn buna klik etdiyim zaman bu elementin data ID-si gedib otururdu status to-ya, elə deyil. Burada da gəlirəm, həmin o status data ID-yə sahib elementi gətirirəm mən. Aydındır? Seçirəm. İndi gəlib bunu məsələn CLC deyib konsola yazsaq, to-do elementi yazsaq konsola, Ctrl S eləyirəm, gəlirik konsola keçirik burada. Məsələn buna klik eləyirəm. Niyə gəlmədi bizim üçün? Maraqlıdır. Ctrl S eləyək təkrardan. To-do elementi yazdıq. Dokument içərisində query selektor yazdıq. Data ID-miz dedik ki, hə, bu da, baxın bunda. Belə olmalıydı. Bu da burada olmalıdır. Yazılış səhv eləmişik burada. Ctrl S eləyirəm. Klik eləyirəm, yenə gəlmir. Səbəbimiz nədir bizim? Maraqlıdır. Aha, baxaq. Maraqlı bir şey oldu burada. Update to do yazdıq UI-dan. To do elementi olaraq seçdik. Dokument içərisində query selektoruna yazdıq. Data ID-miz dediyi bərabər olsun. Status to do-ya, elə deyil. Status to do-da gedir nə olur? Burada bölüşdürmədə bəlkə problem var. Update to do UI yazmışıq. Else düşəcək. Null deyilsə else düşəcək. Input value-nu verdik buna. Getdik burada input value-nu tutduq. To do element olaraq gətirdik bura. Query selektorundan seçdik. Backtick-lə yazdıq. Bəs yaxşı problem nə oldu burada? Maraqlıdır. Debugger'dan baxa bilərik əslində. Gəlin debugger'dan baxaq. Kəsməyəcəm videonu, baxın. Sizlə bir yerdə baxmaq istəyirəm mən də. Debug eləyək bunu, görək harada səhvimiz var bizim. Ctrl S edirəm. Görə bu debuga düşür. Buna klik etdiyim zaman debuga düşmədi. Hə, aha, aydın məsələdir. Bunu elevate-ə vurmalıyıq ki, bura gəlsin. Biz buna vuranda niyə yoxlayırıq ki? Baxın, debuga heç ehtiyac yoxdur. Niyə görə? Çünki bu, baxın, biz nəyi yazırıq? Nəyi yazdığımıza fikir verməliyik burada. Baxın, buna X verirəm. Refresh eləyək, konsola qayıdaq. Baxın, biz burada, mən bunu yazıram. Buna, nə etdik biz? Baxın, buna klik edəndə bura gəlir. Amma mən bu funksiyanı nə vaxt çağırmışam? Form submit olanda bu funksiya işə düşməlidir, elə deyil. Ona görə də bunu artıq elevate vurmalıyam. Elevate vuranda baxın bu li qayıtdı bizə. Bu li. Fikir verin, lini seçdik. Və ya bunu seçdim, elevate vurdum, fikir verin bu qayıtdı bizə. Bunu yazdı konsola. Bunu seçdim, baxın. Sonra elevate vururam, bu qayıtdı bizə. Aydındır? Refresh elədim bunu da. Yəni deməli elementi seçmişik də, düzgün formada seçmişik. Data ID-yə görə seçmişik bu elementi. Bu belə. İndi biz nə etməliyik burada? Bu elementin text contentini dəyişməliyik. Aydındır? Text contentini yazmalıyıq. To do elementin text contentinə yox, daha doğrusu. Baxın, to do elementin text contentinə yazmaq o deməkdir ki, biz to do element olaraq bu lini seçirik burada, elə deyil. Bunun içərisində span var. To do text adında klassına sahib span var. Biz bunu seçməliyik və bunun text contentini dəyişməliyik. Amma linin birbaşa dəyişsə, bunlar hamısı silinib buradan onun yerinə yazılmış olacaq. Ona görə də belə bir şey edirəm. Gəlirəm burada, təzədən bir dənə let yazıram. Məsələn, text yazıram. To do element. Text yazaq istəyirsiniz. Formada fərqli adlar verə bilərsiniz dediyim kimi siz. Buna mənimsədirəm. Artıq fikir verin. Biz normalda query selektoru çağıranda nəyin içərisində çağırırıq? Dokument içərisində çağırırıq da, elə deyil, səhifə içərisində. Amma mən səhifə içərisində istəmirəm. Mən istəyirəm ki, bu yaranan linin içərisində to do text adında klasa sahib elementi çağırım. Ona görə mən belə bir şey yaza bilərəm. Query selektoru bu formada da tətbiq eləyə bilərik biz. Baxın, buna yazıram. To do elementi buradan Ctrl X eləyirəm, buraya yapışdırıram. Mən bu elementin içərisində, linin içərisində axtaracam. Baxın, yazdım. Query selektor yazıram. Yazdım bura. Ola ehtiyac yoxdur burada. Çünki niyə görə? Mən burada sadəcə bunu seçirəm də, baxın. Bunu seçirəm. Ola ehtiyac olmamalıdır. İndi gəlin onu yazaq, baxaq. Bura nə yazacam? Neydi bunun klas adım? To do text. Elə deyil. To do text. İndi gəlin bunu konsola yazaq. Gələcə deyirəm. Text deməli element görək tapa biləcəyik. To do element. Text to do element yazdıq bura. Ctrl S eləyirəm. Baxın, gəlirəm bura. Buna klik eləyirəm. Elevate vururam. Null qayıtdı bizə. Burada onunla seçməliyik onda.
Çünki klassda istəyirəm belə bir şey deyək. 0-cı indeksi seçək. Bu daha düzgün olar məncə. Buna vurdum, əlavə et vurdum, undefined qayıtdı yenə bizə. To do element içərisində query selector onunla seçdik. Class, baxın query selectorla yazmışıq, amma class olduğunu bildirməmişik. Class olduğunu bildirməliyik burada. Buna vurdum, əlavə et vurdum. Spanı qaytardı bizə, fikir verin. Buna vurdum, əlavə et vurdum. Bu birisi spanı qaytardı bizə. Yaxşı, bunu bu formada yazsaq gəlməməlidir. Çünki class olduğu üçün məncə də gəlməməlidir. Bu formada yazsaq, Ctrl S edirəm. Baxın, buna vururam, əlavə et vururam. Yenə spanı qaytardı. Bu formada da işləyirmiş. Əlavə etdim, bura vurdum. Bu formada da işlədi. Aydındır. Query selectorundan seçdim və bu klasa sahib elementi gətir dedim. Elə onda bu formada qalsın. Deməli, spanı da seçdik. Artıq burada nə etməliyik? Gəlirəm bura. Text to the elementin text contentinə bərabər ilə nəyi? Input value. Input value-nu. Ctrl S elədim. Baxın, məsələn, to do 1-in üzərinə vururam. Baxın, bunun üzərinə vurdum. To do 1 gəldi. To do 1 test yazdım bura. Enter vurdum. Baxın, to do 1 test oldu artıq bu. Fikir verdiniz, UI-da dəyişdi. İndi burada input-u da təmizləyə bilərik. Eyni formada mən burada da təmizləyə bilərəm input-u və mesaj çıxarda bilərəm ki, to do update edildi, show alert-ilə, elə deyil. Amma mən burada etməyəcəm bunu. Baxın, bunu bağlayıram. Bununla işim qurtardı. Gəlirəm bura. Bu funksiyalarda çağırılıb. Burada çağırılmayıb. Bundan sonra gəlirəm artıq. Bundan sonra gəlirəm. Deyirəm ki, inputun valuesunu bərabər ilə nəyə? Boş stringə və gəl aşağıda show alert metodunu çağıraq, funksiyasını çağıraq. Rəng olaraq nə deyək? Info deyək. Info getsin. Mesaj olaraq məsələn to do update edildi. Ctrl S edirəm. Baxın, məsələn, to do 1-dir burada, elə deyil. Buna vurdum, gəldi bura. To do 1 test yazdım bura. Enter'ı vurdum. To do update edildi mesajı çıxdı burada. To do 1 yazdığımız deməli yazmışdıq biz bura. Onu update etdik. To do 1 test olaraq. Elə deyil. Məsələn, cavab bunu təzədən update edirəm. Məsələn, burada yazıram. To do 1. Enter'ı vururam. To do update edildi. Təzədən qayıtdı oldu. To do 1. İndi cavab bura heç nədən. Baxın, hə. İndi heç nədən yazsaq burada biz status to-do'nun nala çəkməliyik. Baxın, to do məsələn 123 yazıram. Enter vururam. To do update edildi çıxdı bizim üçün. Fikir verin, bunu update etdi. Amma mən burada gəlib əgər burada həm də bundan öncə status to-do'nu çəkməliyəm nala. Null eləməliyəm. Niyə görə? Çünki burada işimiz qurtardı artıq. İndi local store'dan da update etdiyimiz zaman o funksiyanı da burada yazacağıq. Bunlarda iş qurtardıqdan sonra gəlirik input value-nu təmizləyirik. Daha sonra status to-do'nu nala çəkirik ki, bundan sonra nəsə əlavə edəndə status to-do'nun dəyəri ID dəyəri qalmasın. O təzədən null olsun qoy. Aydındır? Baxın, indi yazıram. Bura. Fikir verin, to do 123 yazıram. Enter vurdum. To do update edildi gəldi yenə. Çünki burada yaddaşa verməmişik. Ona görə deyək. Ctrl S edirəm. Gəlirəm bura. To do 1 yazdım. Əlavə etdim. Baxın, to do 1, to do 1 oldu. İndi gəlin bu to do 1-i update eləyək. Test yazıram. To do 1 test yazdım. Update elədim. Baxın, update olundu. Mesaj da bura gəldi bizim üçün. İndi təzədən yenə to do əlavə etmək istəyirəm. 123 yazıram. To do əlavə edildi orada. Oldu artıq. Fikir verdiniz, update olunmadı artıq. Deməli, normal formada işləyir. İndi gəlin bu hissəni sizə biraz izah edeyim. Ola bilər çətinlik çəkəsiz burada. Baxın, biz nə etdik? Bura qədəri bilirik də. Status to-do'muz null deyilsə, deməli biz bunlardan hər hansı birinə klik etmişik, elə deyil. Klik etmişiksə bu elementin data ID-si verilibdir status to-do'ya. İndi status to-do'nun null deyilsə, onda gəlir düşür nəyə? Else. Else-də deyirəm update to-do metodunu işlət. Gəlirik bura. Update to-do UI metodunu işlət daha doğrusu. Nə edirik burada? Elementi seçirik. Yəni status to-do data ID-sinə sahib elementi seçdik. Sonra onun içərisində spanı seçdik. Həmən spanın text contentini etdik input value. Input value hardan gəldi bizə? Baxın burada else içərisində burada input value-nu verdik. Bu input value da baxın bu input value-dur. Trimlənmiş formasıdır. Inputun value-sunu almışıq. Həm bunu bura veririk, həm də aşağıya veririk. Aydındır? İndi gəldik bura. Baxın, bura gəldik yenə. Input value-nu verdik buna, elə deyil. Sonra buradan bu funksiyada işimiz qurtardı da artıq, elə deyil. Buradan çıxdıq. Qayıtdıq arxaya. Gəldik bura. Çağırıldığı yerə qayıtdı da funksiya, elə deyil. Gəldi bura. Burada nə görür? Görür inputun value-su boş string elə deyil. Inputun value-sunu boş string elədik. Sonra status to-do'nu nala çəkdik ki, o ID dəyəri orada qalmasın. Orada qalsa, yenidən bura nəsə yazıb əlavə et vurduğumuz zaman status ID, baxın gələcək bu şərt yoxlanacaq burada. Status ID-nin dəyəri, daha doğrusu status to-do'nun dəyəri müəyyən bir ID dəyəri olacaq. Null olmayacaq. Ona görə də bu if ki var burada ödənməyəcək. Gələcək yenə else düşəcək.
Aydındır? Və tərs formada işləyəcək. Amma mən burada hər update-də status tudunu null-a çəksəm, deməli yeni bir şey əlavə olunduğu zaman bunlara klik olunmayıbsa, deməli artıq null olduğu üçün gələcək bu if true çıxacaq bura və yeni to-do yaradacaq. Onu da to-do add to-do UI-ya verəcək və to-do add to-do storage-ə verəcək və əlavə etmiş olacaq həm store-a, həm də ki UI-ya. Aydındır? Və infosunu da göstərəcək, input value-nu da boşluğa çəkəcək. Bunu hətta yuxarıda yazaq bu formada olsun. Belə. Burada da eyni formada update eləyəcək həmən to-do-nu. Sonra input-un value-sunu təmizləyirik, sonra status to-do-nu null-a çəkirik və show alert-lə mesaj göstəririk. Info deyirik, rəngi olsun və to-do update edildi yazılsın. Gəlin indi refresh eləyək buradan təzədən. Baxın, refresh eləyirəm, local storage-də əlavə olundu. Məsələn, bunu 123-ü mən buradan 12 eləyirəm. Enter vururam. Baxın, to-do update edildi, 12 oldu. Və yaxud da ki, gəlirəm bura, to-do. Tekstləri eyni ola bilər. Məsələn, to-do 12 təzədən əlavə etmək istəyirəm. Bura enter vurdum. Enter vurdum. Daha doğrusu bura klik etdim. Baxın, to-do 12 yenə əlavə olundu. Mən bura gəlirəm. Bunu silsəm buradan, əlavə et vursam, baxın, boş dəyər daxil edilə bilməz deyir. Və bu to-do da yerində qalır. O niyə olur? Gəlir çünki, baxın, bu if-ə ilişir. Baxın buna. Input value-muz ilk yoxlama budur. Buna ilişir və ona görə bunun else-nə gəlib düşür. Amma içəridə olanda isə, burada status to-do null olmayanda gəlir bura düşür. Baxın, bu else düşür. Aydındır? Bu da belə. Ola bilər sizə biraz qarışıq gəlsin, amma yəni etap-etap izləyin. Videonu dayandıraraq izləsəz əmin olun ki, çətin gəlməyəcək sizə. İndi biz UI-dan update elədik, elə deyil. To-do'ları update eləyə bildik artıq. Bura vurduğumuz zaman update eləyə bildik. İndi növbəti dərsimizdə həm də local storage-dan update eləyək ki, burada sonradan yenilədiyimiz zaman update olunanlar buradan gəlsin bura. Aydındır? Belə. Ümid edirəm ki, faydalı dərs oldu və bu update etməklə bağlı sizə məlumat təqdim edə bildim. Növbəti dərsimizdə dediyim kimi lokal storage-də to-do'ların update edilməsindən danışacağıq. Növbəti dərsdə görüşək.